təzə yuyulmuş. Təzə cəhrəmizdə Səringül xanım. Təzə yuyulmuş ola ki, əlçim əlində getsin. Aha, yığmalıyıq. Bəli. Aha. Bu iplər möhkəm olar Səringül xanım. Bəli, bəli, həddindən artıq möhkəm olur. Bax, indi buraya yığılan, bunun adı düyçədir. Hə, düyçə olur. Bunu nətər çıxardırsan sonra orada? Sonra yavaş-yavaş belə irəli çəkir ki, çıxardıyır. Rahat çıxır. Hə, rahatca çıxır, buradan tutursan, çəkib çıxardıyırsan. Düyçə. Neçə il bundan qabaq əyilirsən? 50 il. 50 il bundan qabaq. 50 il. Deyirəm, indi bugün biz varıq da, indi heç olmasa çatdırırıq gələcək nəslə. Bundan qabaq, özü də demək olar ki, kənd həyatı idi. Hamı eləyirdi Güllü xanım. Bir gün sizə gedirdik, yun darayırdıq, o didərdik, kimi ərirdik, ondan xana toxunurdu, yığnalayırdıq. 78-ci ildə mən öz qızım adını da yazdım, xana toxudum. Ondan sonra tək canıma bir gözəl gürcü kilmi deyilir. Gürcü kilmi toxumuşam. Naxışlar onlarındır. Bəli. Ondan mənə nisbətən həmfə lap əla bilir. Həmfə naxışlı corafdır, ondan sonra hər şey, xuncur toxuma, hər şey o bilir. Mən də bilirəm. Mən bilirəm, amma mən onu qədərinə bilmirəm. Bax, bu belə tutulur ki, o şey getməsin. Qalın hamısı bir ölçüdə getsin. Əmə şey olduğuna görə Güllü xanım, yunun çöpüyü çıxmayıbdı, daraq paslanıbdı. Deyir, pastanın iynəsi çıxıver düyçəsi. Bax, nə bu pastan maldaşıq Ələsgər deyir. Bəli. Nə darağın pastanası deyil. Onu gərək nəzarətdə saxlayasan. Yoxsa nə yun yaxşı daranmır. Nə də cəhrədən də, şeydən də, iydən də bu çətin çıxır. Bax, bu iyim barəsində deyim sana da, bu iyi mən sağ vermişəm. Bəli. Bu iyi mən sağ vermişəm, canım gözüm ay gülür. Elə iyi orada məni intizarda qoymuşdu ki, bu iyi var, cəhrəsi yoxdur. Bu iyi 78-ci il idi. Ağlıma hardan gəldi, hardan gəlmədi. Qonşumuzda Pərin nənə var idi, Cici deyirdi. 127 yaşında rəhmətli etdi. Onun nənəsinin iyiydi. Bu iyi elə qaldı ortada, nə. Bu iyi götdüm, apardım övzə. Övzə apardım, harda kərənin başına qoydum. Ailə qurdum, getdim, nə. Neçə illərdən sonra hələ biz Bakıya köçdük, gəldik. Getdim, kərənin orasından iyi tapdım, getdim. Bu sizin bəxtiniz. Çox sağ olun. Elə biz də bunu gələcək nəsillərə bax, bu maraqlı epizodu göstərmək üçün ki, bax, nənələrimiz görün necə ip alırmışlar. İndi hər cür iplər var, ancaq bu ipləri araya ərsəyə gətirmək gör necə çətinliklərdən keçir. Ancaq maraqlıdır. Xana toxumaq elə də hasad deyil. Xananın ərş bax, budur Güllü xanım. Ərş budur. Onun üstə toxunub. Pambıqdan olanda, bax, budur, burada da şeyə yol verilib. Onun adı nədir? Qüsurlar var bunun. Bunun qüsurları var, irşiyi var bunun dalında. Ancaq olmamalıdır. Bu irşiyi, bax, bunda yoxdur. Bu qüsursuzdur. Bu gözəldir. Çünki bunun ərşi də, arqacı da yundur. Çox ağırdır Səringül xanım həm də. Bəli. Əriş pambıqdan olanda Güllü xanım, qalın olanda nə qədər həvi ilə döyürsən, yenə oturmur. Bax, belə də qüsurlu olur. Mənim rəhmətli qaynım həmişə deyərdi. Birim o sən təriflədiyin qaynanın verdiyidir.
Üstəki də mənim anam verdiydi, kiməsə toxutdurubdu. Yeah. Cehiz aparanda deyirdi ki, mənim verdiyim xalça gəvə. Səninkindən 1000 qat yaxşıdır. Düz deyir, düz deyir. Ancaq onu siz də dediniz, deməli düz deyil. Rəhmətlik düz deyir, yox. Rəhmətlik düz deyir. Rəhmətlik düz deyir, vay Güllü xanım. İşiniz avan da olsun. Çox sağ olun. Gəlsin, Bu cəhrənin, bu gəlsin, tarixi bu cəhrənin var olun. ilk əyrəni siz oldunuz onun. Tarixə düşdünüz. Bilirsən, biz kənd həyatında böyümüşük Güllü xanım. Bax, 50 ildən sonra bu yaşımda bütün dünyanı gəzdim. Ruhun təzələndi ha. Bəli, bütün dünyanı gəzdim. Yenə mənim ağlımdadır. Toxuyaram da. Ondan sonra nə bilim, vallahi adamlar var, biraz gedir şəhərə deyir, mən bunu görə bilmərəm, mən onu görə bilmərəm. Bax, inək də sağaram, mal da saxlayaram, qoyun da saxlayaram, gəbə də toxuyaram, kilim də toxuyaram. Mən kətdən çıxmışam, kətdə böyümüşəm. Bu mənə məsələ. Eşq olsun Səringül xanım. Sizi kimləri çox olsun. Doğrudan da bax bu milli mənəvi dəyərlərimizdir. Bunu yaşatmaq çox gözəldir. Mən elə gəldi ki, bu bugünkü nəsil üçün çox maraqlıdır və gələcək. Əlçimi də bir-bir götürmək lazımdır ki, qalın getməsin. Bəli. Qutarana yaxın bunu da ucuna yığmalısan Güllü xanım. Deməli bu da düyçədir. Bu balaca yığılır. Bax, biz ora bir baxın, görün necə gözəl yığılır. Belə. Bax bu ipdən alınandan sonra kələfdir. Bu da mən toxumuşam. Bu vaxtda bu ipi nənəmlə qalmışdı neçə il. Mən də ip kimi qalmasın deyə belə toxudum ki, yəni ipdən belə yun jaketlər alınırdı. Mənim oğlum 25 yaşı var. Bunu hardasa mən onu balaca olanda toxumuşdum ki, demişdilər ki, yun olsun, uşaq üşüməsin də isti olsun. Belə, təbii. Səringül xanım, təşəkkür edirəm, uğurlar arzulayıram. Var olun Güllü xanım. İlahi qardaşıma təşəkkür edirəm. Sağ ol deyirəm, var ol İlahi deyirəm. müəllimə mən də öz təşəkkürümü bildirirəm. O mənim həyatda qardaşımdırsa, o mənim böyük ustadımdır. Demək olar ki, mənə yol göstərən, mənə iz göstərən, mənim Güllü xanım həyatda qazandığım nə bir balaca, nə yaxşı varsa, hamısının səbəbkarı İlahi müəllimdir. Həm də mənim Mirzəmdir. Çünki bacı sana qurban olsun. Latını, ərəb şeyi, kirli, bir də ingilisi qatıram, üçündən heç də yaza bilmirəm. Sağ olsun. Bərəkətli ömür qisməti olsun da açıq. Öpürəm.